Dekavlogun ilk günündən hər kəsə salamlar. Kalendarlarımızı görürsünüz. Bəzilərini sizə göstərmişdim vloglarda, bəzilərini ümumiyyətlə ilk dəfə görürsünüz. Çünki mən özümdə yeni almışam. 4 ədəd kalendarımız var. Gördüyünüz bu il ən məşhur şirniyyat kalendarı olan Nutella'nın kalendarı. Daha sonra bir dənə çay kalendarı. Bu da TikTok'da viral olan qidaların kalendarlarıdır. Və ən sonda bu makyaj və kosmetika. Deməli bunu qutudan açmaq lazımdır birinci. Dın 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 dın. Hər iki tərəfində belə nömrələr var. İlk öncə birinci nömrəni axtarmalıyıq. 111. Belə bir şey də var ki, deyəsən hansısa bir qapının arxasından kod çıxır. O kodu sayta daxil edib sonra ölçünüzü daxil edirsiniz və sizə hədiyyə tişört göndərirlər. Maraqlı. Bir buradadır. Uzun bir dənə qapısı var. Görün nə uzunluğundadır. Dın 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 dın. Birinci siz baxın, sonra mən baxaram. Nutella'nın belə cookie'si. Amma üstündə belə yeni il formatında bəzləyiblər qardanadan falan. Belə çox şirin çay kalendarımız var və hər birinin üzərində nömrələri var. Birincini açaq. Çayların hər birini fərqli belə şirin paketləyiblər. Did you know we directly work with over 4,000? Nəysə biz bilirsiniz ki, biz 1400-dən çox balaca işçi ilə işləyirik deyir. Ola bilər ferma ilə işləyirik daha doğrusu. Nəli çıxacaq çayımız içərik. Ağ çay çıxdı. Ağ çay, kokoslu və passion fruitli. Belə maraqlı. TikTok'da viral olan, onu açaq, görək nə çıxacaq bunun içindən. Bunu son anda aldıq, inanırsınız. Dünən çay kalendarı almağa gedirdik və təsadüfən bunu gördük. Mən də belə baxdım. Evimdə də almaq istədim, dedim hə və aldıq. Arxasından belə bir şey çıxdı. Rəngləmək üçün. TikTok'da viral olan görün hansı qida çıxacaq bugün. 1. Buradadır. Oy. Açıram. Bu nədir? Acayca burada nəsə yazılıb. İndi onu tərcümə edib deyərəm sizin üçün və ilk çıxan Gummy mango. Bu nədir belə bir şey? Belə bir şey çıxdı. Mangolu saqqız. Amma yumuşaq, nə maraqlıdır. Mango dadı verən. Bunu indi yox, səhərin gözü açılmayıb, heç nə yeməmişik. Bunu birazdan yeyərik. Bunu TikTok'da görmüsünüz? Mən heç görməmişəm. İlk fıs çıxdı. Bunda viral olan bir şey görmürəm. Və makyaj advent kalendarı. Burada belə kiçik bir hiylə işlətmişəm. Qızlar açığı onu deyim birinci sizə. Çünki bütün makyaj advent kalendarları çox pis idi. Yəni xoşuma gələni yox idi. Biri var idi Koreyadan. Koreyadan gəlir deyə burada üstünə vergi falan qoyurdular belə. Mən də heç uğraşmaq istəmədim də o üstünə vergi və s. əlavə gəlməklə. Burada da olanların heç birini bəyənmədim. Ona görə nə etdim? Mən Notino buradakı Sephora kimi düşünə bilərsiniz. Oradan fərqli beauty boxlar sifariş elədim. Bunu da özüm ilk dəfə açıram gördüyünüz kimi görməmək üçün. Ondan əlimi salacağam qəşəng. Bir dənəsini götürəcəm. O da olacaq bizim üçün advent kalendar. Mən bunun içindəkilərə 180, 36, 180 ya da 190 manat belə bir şey vermişəm. Halbuki indi 190 manata buradakı kalendarlardan çox tırt şeylər çıxırdı həqiqətən. Hə, üstündə belə bir hədiyyə qoyublar demişdilər. Mən də başa düşmədim bunun hədiyyəsi idi. İndi baxarıq görək nə hədiyyədir. Nə qəşəng. Bir dənə belə bir beauty boxumuz var. Bir dənə belə mini beauty boxumuz var. Bir dənə də belə beauty boxumuz var. Və Elvinə seçirək görək. Bunlardan hansını ilk açaq Elvin? Balaca ilə başlayaq. Balacanın içində 10 dənə məhsul olmalı deyəsən. Gözümü yumub birini seçəcəm. Bir dənə bu hədiyyəni açaq birinci. Carolina Herrera. Eşitməmişəm markanı, ilk dəfə də eşidirəm. Nə çox əziyyət çəkiblər ha, nə çox əziyyət çəkiblər. Bu nədir? Hədiyyə olaraq qoyduqlarına baxın bir dənə. Ümumiyyətlə, Notino'da tester anlayışı heç yoxdur. Douglas'da yenə bəzən biraz verirlər. Heyf deyildi Sephora. Mən oradan nələr hədiyyə alırdım. Ad günlərində mənə nələr göndərdilər. Buna baxın bir dənə. Bu nədir ki bu kutu? Sumqayıtda, podvallarda bundan 10 dənəsini 1 manata çıxardılar. Neysə. Hədiyyənin böyüyü kiçik olmaz, amma bu kiçikdir. Açırıq bunu. Deməli, bu Balm markasının, bilərsiniz yəqin ki, Balm çox məşhur markadır. Beauty boxudur. 10 dənə sürpriz hədiyyə var. Özü də belə mystery boxu, yəni sürprizdir. Yumru şəkildə açıb birini seçəcəm. Olacaq bizim birinci advent kalendarımız. Maraqlı bir şey görürəm, onu çıxardacağım. Bunu heç gözləmirdim. Mən bunu çox ucuz qiymət almışam, səhv eləmirəmsə və içindən mini highlighter'dır deyəsən bu. İnşallah highlighter'dır, çünki ənliyim çoxdur. Belə bir şey çıxdı. Ənlikdir. Yox, neynəyək də? Çıxdı da. Pis olmuruq. Ənlikdir də. Pis bir şey deyil, yaxşıdır. Bugünkü kalendarlar bu qədər. Günə davam edək, görək bizi nələr gözləyir.
Qurman xanım demişkən sabahıma qızıl balıqlı avokado tostsuz aça bilmirəm. Biz də ondan ilham olanaraq uzun müddətli sabahımıza avokadolu tostunu açırıq və çox ləzzətli olur. Avokadonun özü dadsız gələ bilərsə, amma duz, istiot, limon suyu olur möhtəşəm. Və səhər yeməyimiz hazır. Advent kalendardan çıxan çayı da dəmlədim. Huşum kəsmədi ki, indi duzlu şey yeyirik. Biz adətən şirin səhər yeməyi yeyəndə çay içirik. Nəysə, həyəcanlandım, onu da dəmlədim. Kaş bunu ağ çaşkada dəmləyəydim. Onda daha yaxşı görərdiniz rəngi. Belə açıq təhər, yaşıl rəngi var. Bu arada bu səhər yeməyi sizə biraz Elvinkini göstərim. Çox gələ bilər səhər üçün. Amma saat 1 işləyib biz səhərlə günorta həmişə birləşdiririk. Çox belə qeyri-adi tam hiss eləmirəm dadında, amma qoxusu möhtəşəmdir. İndi biraz edit edəcəm. Bu gün çox qəribə bir şəkildə ev yığışdırma həvəsi gəldi. Bilmirəm, istəyirəm paltar ütülüyüm, toza, məndən çıxmayan iş toz alım. Nə bilim, yeri belə qəşəng foşur silkəli suyla yuyum. Gedirik marketə və qışın ən sevdiyim yanı nar tökülüb bu üstünə. Görən də elə bilər ki, aylardır yumuram. Hə, nə olsun ki, aylardır yumuram. Zarafat deyirəm, ciddiyə alırlar, altdan yazacaqlar ki, biraz arvadlıq öyrən, biraz ev işi gör. Deməli, birinci gedirik Temudan qaytarmalı olan kargolarımı qaytaraq. Ondan sonra marketə gedəcəyik. Çox az şey alacağam. Bir dənə yumurta, bir süd alacağam. Çünki hardasa bir həftəyə biz tətilə gedirik. Onu da dekavlogda görəcəksiniz, maraqlı olacaq. Və ona görə çox bir şey almaq istəmirik ki, soyucuda qalıb xarab olmasın. Həm də özümə challenge eləyirəm. Bir həftə soyucuda olan şeylərlə qidalanacaq. Çünki alırıq, yığırıq üstə, xarab eləyirik. Meyvələri xarab eləyirik. Olmaz belə. Ona görə də challenge eləyirəm özümüzə. Hər marketdə həmişə kimi ən sevdiyim hissəyə krem pendir pomidorlu. Neçədir bu? 4 manat. Bu incirlə bərabər bişirdiyim pendirdir. Bir ara bişirdik, amma incirin sezonu deyil artıq. Krevetka və sosu. Bişmiş krevetkadır yəqin. Qızıl bax. Bunlar avokado şeylərdə çox qəşəng olur. Sıxlıdır. Və 9 manatdır. Çox yaxşıdır əslində. 100 qramdır da. 2 nəfərlik bir səhər yeməyidir. Krevetkalı. Bu krevetkalı da 5 manatdır. Buna bax steykdir bu. 50 manata. Belə şoraba çeşidləri var. Maraqlı. Atışdırmalıq yanında sosu falan da var. Bu 10 manatdır. Bu ne çıxılı? Kürüdür bu. Hə. Amma məncə fake kürüdür. Neçədir? 12 manatdır. 50 qramı. Fake görünür. Karamelli tiramisu. Ona maraqlıdır. Və alkoqol var tərkibində. 7 manatdır. Alkoqol heç nə yemirik, içirik ancaq. Bunların qabları çox qəşəngdir. Şüşə qabda. Özü keçən əvvəlkinin qapağı yox idi, amma bunun qapağı da var. Çiyələkli nəsə crumble. 5 manatdır. Makaronlar 8 manatdır. Belə bir kofe tapdım. Sinamon rollu. Yəni bildiyiniz sinamonlu da. Amma 1 manat 50 qəpikdir. Biraz tıncıqdım. Niyə belə ucuzdur? Holvunda satılmayan hər şey hal-hazırda yarı qiymətinə endirimdədir. Uşaqlar üçün kalbasa çeşidi. Ayı formasında. Bu qiymət nə qədərdir? Endirmə düşüb hal-hazırda 4 manatdan 3 manata düşüb. Bayaqki şirniyyat markasının belə noxudu da var bankada. Çox qəşəng şüşə bankası var və çox şirin görünür. Qiyməti 10 manatdır. Pridanous. Bu Yunan markasıdır və türklərdə olan hər şey var burada. Baklavadır, nə bilim, hər şeydən, yəni ağzınıza gələcək hər şey. Sizcə türklər mi Yunanlardan götürüb, yoxsa Yunanlar mı türklərdən götürüb? KitKatın fərqli çeşidi var, fıstıq əzməli. Və 1 manat 20 qəpikdir. Baklava da 10 manatdır. Gözüm buna takılır həmişə, çox qəşəng görünür. Pistachiolu belə keks balacadır. Bu 100 qramdır. Bunun böyükləri də var orada. Bu balacası 3 manatdır. Bu Deluxe markasından bir neçə dəfə nəsə almışıq. Çox yaxşı çıxıb. Düşünürəm ki, bəlkə bu da yaxşı olar. Dadlı, ballı qoz. Bir dəfə ballı qoz eləyəyim. Mən çox xoşum bir dadlı olur balla qoz yeyəndə. 15 manatdır bu qədər. Şokoladlara baxın. Hamısı fərqli-fərqli. 7 manat neçəsə qəpikdir. Milkanın 380 cür çeşidi. Bunu neçə vaxtı görürəm. Bu Kinderin təzə növü deyəsən. Azərbaycanda bilmirəm var ya yox. 4 manat neçə qəpikdir burada. Mən bildim simişkadadır, sən demə quş yeməymiş. İstifadə qaydası da yazılıb. Hə, belə qoysan, onları yedikcə buradan düşür. Qəşəng ağaca falan asmaq. Doktor Ötker'in qış seriyası çıxıb belə. Peçenyeləri var. Bilmirəm içində kremləmək üçün aparatı varmı, yoxmu? Bəlkə alıb bir dəfə yoxlayarıq. 7 manatdır. Bir dəfə bu Lidl Plus-ı açıram ki, maraqlı endirim falan eləyə. Bəzən çox verir, bəzən az endirim verir. Protein bar endirimdə idi. 11560-dan nə qədər düşəcək? 1 manat 80 qəpik endirim var. Ailə büdcəsinə çox xeyir verdim deyə düşünürəm. Elvin də ödədi, sağ olsun. Gəldiyi ən sevimli mağazamız olan Müllerə. Bu dəfə sağlam qidaya görə gəlməmişik. Elvinin çox sevimli Lego maşını var burada. Onu almağa gəlmişik. Hər dəfə də baxır, koduna uyğun alır ki, eyni şey çıxmasın. Eski bütün oyuncaqların, Kinderlərin hamısının arxasında kod var. O koda uyğun alıb içindəki nə olduğunu görmək olur. Yəni sürprizi qalmayıb əslində. Nədir? 12 dənədir. Elvin 7-sini alıb, qalıb 5 dənəsi. Baxın belə Lego'nun kolleksiya maşınlarıdır. Burada Müllerin belə oyuncaq segmenti də çox böyükdür. Mən bu tərz oyuncaqları uşaqlarda daha çox xoşduram. Nəinki adi kukla maşın və s.
s. Bunlar daha öyrədici olur deyə düşünürəm. Məsəl üçün bu kimyadır, baxın, deneylər falan edir uşaq burada. İçindən çıxanları da göstərib. Düşünürəm ki, bunlar uşaqlar üçün daha faydalıdır və qiyməti hal-hazırda 60 manatdır. Bu da fizikaya aiddir deyəsən, maqnetik qüvvə falan. Bu endirimdə də hal-hazırda 40 manatdır. Bu Legodan gülləri ümumiyyətlə sevmirəm. Ola bilər kimsə sevir, amma mənə çatmır. Yəni Legodan gül, süni gül onsuz da xoşlamıram. Amma keçən dəfə bir dənə qız gördüm, öz toyunda Türkiyədə. Baxın, bu güldən yığdırmışdı. Bu gülü yığmışdı, kleyləmişdi və qopmaması üçün. Hal-hazırda bu endirimdədir. 30 manatdan düşüb 100 manata hardasa. Bundan buket yığdırmışdı, maraqlı görünürdü. Mən açıq uşaqlara belə tapanca falan almağın da tərəfdarı deyiləm. Qandal falan. Şey var bir də. Bunlar 10 manat falandır balacalar, amma çox qəşəngdir də, yəni. O qədər qəşəng düzəldiblər ki, bu şey deyil. O vaxt multfilm var idi, baxırdıq. 2 dənə əkiz oğlan. Bu 16 manatdır məsələn. Zıplami deneydi. Yox, marsupilami deyil. Marsupilami quyruğu uzun olanlardır. Milka'nın belə mini yeni il badarkası 10 manatdır. İndi marketdən aldıqlarımızı gəlin göstərim sizə. Nə yaxşı ki, bir dənə süddən yumurtaya getmişdik. Görüb başqa şeylərə getsək nə olardı. Hər dəfə elə olur. Deyirik bir süd yumurta alacağıq ki, amma yenə də nəsə alırıq. Bu laktozsuz smetan 20%-dir. Macarların öz ənənəvi sort pomidordur belə. Bu aralar ən sevimli südümüz laktoz free inək südü, yumurta. M ölçü 2 dənə qatıq. 2 növ kivi aldıq. Biri qızıl kivi gedir dadı. Bundan bir dəfə də almışdıq, amma yadıma düşmürdü, xoşuma gəlir deyə. Ona görə təkrar aldım. Bir dənə də belə adi kivi aldıq. Şabalıt, nar. Bu ağappaq idi bunların növü. Görək dadı necə çıxacaq. Bir dənə belə sinamonlu kofe. Noodle. Əslində bu noodle evinə mən çox xoşlayırıq, amma nəsə mən bu dəfə istəmədim. Roka. Belə hazır salat və 3 dənə sevimli protein barımız. İndi Elvinə ballı süd, özümə də məşhur manifest üçün darçınlı kofe hazırlayıram. Özüm üçün başqa qaba tökəcəm, çünki köpürdüb bunun içinə tökmək istəyirəm. Kofe olaraq da bu Jacobs'ın Milka seriyasının kapuçinosunu içirəm. Çox qəşəngdir. Heç elə bir kapuçino yox. Belə isti şokolad içirsiniz, amma çox belə dəhşətli, boğazı yandıran şirinlikdə deyil. Əslində bu qulplu stəkanlardan olsaydı daha yaxşı olardı, amma onları qab yana qoymuşam. Çox az bunun üstünə tökəcəm köpürtmək üçün. Və mənim sevimli Tem'dan olan blenderim çox qəşəng blenderdir. Yəni, bir dənə bunun gücünə baxın və hal-hazırda ən aşağı koddadır. Elektriklə işləyir. Bateriya ilə işləyənlərdən qətiyyən almayın, çünki onlar heç yaxşı deyil. Ən yaxşısı elektriklə işləyənlərdir. Bir də köpürmənin əsas olayı odur ki, südü ilk öncə biraz az qatırsınız. Yəni ki, kofesi çox, südü az, biraz qatı köpük alınır. Ondan sonra qaynar südü tökürsünüz. Ya da soyuq içmək istəyirsinizsə soyuq süd. Darçınlı kofeni soruşanlar olur adətən. Çox da bir şey yoxdur. Gördüyünüz kimi adi. İstədiyiniz kofedən düzəldə bilərsiniz. Heç bir fərqi yoxdur. Sadəcə içdiyiniz kofenin içinə biraz darçın qatırsınız və bu olur. Adətən bunu 4-cü günə eləyirlər. Adətən yəni bunun qaydası 4-cü gün eləməkdir bunu. Ətrafınızda olan kişi cinslərinin pulu artırmış. Beləymiş. Manifest buymuş. Mən də içirəm də indi görək. Elvinin pulu mənim pulum. Onun pulu artmış olsa, o demək ki, mənim də pulum artacaq. İndi isitdiyim qaynar südü köpürdürəm. Südü görürsünüz necə qaymaq kimi olub. Təbii ki, dibindəki köpüyünü üstünə. Ay, əlim yandı. Keçən dəfə ürək düzəltmişdim. İndi bu dəfə vaxt yoxdur. Elvin məni gözləyir. Çox daha səliqəli eləmək olar. Sadəcə bu dəfə biraz tələsi elədim. Qaşıqla da qarışdıracağam. Olacaq çox ləzzətli südümüz. Fərqli yeməklər yoxlamağı çox xoşladığım üçün düşündüm ki, bu gün də lavaş dönər yoxlayım evdə. Bu aralar çox trenddədir. TikTokda falan dəhşət videolar var və başladım bir-bir onu eləməyə. Əslində proses çox asan idi və çox da vaxt getmirdi. Evdə başqa otaqlar bulanda bir-birimizdən ötürü darıxdığımız üçün arada belə kameraya çəkir. Arada belə gəlib qucaqlaşıb gedirik. Qaydaq yeməyə mənim ətim bilmədiyim bir səbəbdən ötürü niyəsə sobada bişmədi və mən onu yenidən tavada bişirməyə məcbur qaldım. Yəni qızartmağa daha doğrusu. Oy. Sobada bişməməyinə, tavada da biraz qurumağına baxmayaraq, o qədər ləzzətli bir şey almışdı. O qədər ləzzətli dönər dadı verdi ki, həqiqətən də çox bəyəndim. Düşünürəm ki, bunu yenidən bir daha yoxlayacağam. Görək onda necə olacaq. Amma ümumiyyətlə dadı əfsanə. Deməli, protein barla çay içirəm mən, Elvin Sinkeslə çay içir və bu viral TikTok qidalarına olan advent kalendarda birinci qapısından çıxmışdı ki, Christmas ağacını istədiyiniz kimi rəngləyin. Bilmirəm Christmas ağacı deyəndə nəyi nəzərdə tutur.
Mən bu qıraqları rəngləyəcəm. Çünki burada ağac yoxdur. Bəlkə də bunu nəzərdə tutur. Amma bilmirəm. Hələ ki bu qıraqları rəngləyəcəm. İlk öncə karandaşla rəngləmək istədim. Sonra gördüm ki, bu biraz yağlı kağızdır. Karandaş üstündə o qədər də yaxşı yazmır. Ona görə keçdim markerlərimlə rənglədim. Sadəcə üst hissəni elədim. Hələ ki onda yarımçıq elədim. Çünki gecədə biraz da edit eləmək istəyirəm. Alt hissəyə ümumiyyətlə dəymədim. Görək sabahki qapıdan nə çıxacaq. Vaxt olsa onunla bərabər eləyərəm bunlarda. Bu arada bugünkü vloqun sonuna gəlib çatırıq. Deka vloqa xoş gəlmisiniz. Videonu bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Kanala abunə olmağı, rəy yazmağı və videomu bəyənməyi unutmayın. Sabah sizi yenidən gözləyirəm. Hələlik.